4-ün 4-ə bitoşekidə yenə də 1, 2, 3, 4 rəqəmlərindən sətr sütunda təkrarssız şəkildə yazmaq lazımdır. Bir də bu böyük kiçik işarələrinin də qanunlarını gözləmək lazımdır. Yoldaşlar, birinci baxaq bu 1-ə. Bu 1 bu sətirdə olmalıdır. Bura yaza bilmərəm, nədənsə böyük olmaz. 1 nədənsə böyük olmaz, 1 nədənsə böyük olmaz. 1 mütləq buradaymış. Yaxşı, siz mənə deyin görün. Bu 2-ni mən bura yazmaq istəsəm. 2 1-dən böyükdür. 1 nədən böyükdür? Yoxdur, elə biləcəm. 2 1-dən böyükdür. 1 nədən böyükdür? Yoxdur, elə biləcəm. Deməli, sən 2-ni mütləq bura yazmalısın ki, 2 1-dən böyük olsun. Bu sütunda nə yoxdur? 3 və 4. Sən gətirib 4-ü bura yazsan, 4 nədənsə kiçik ola bilər? Xeyr, maksimum rəqəmim 4-dür. Ona görə sən bura 3, bura 4 yazmalısın. 3 nədən kiçikdir? 4-dən. 4-ü yazmışsansa yerdə qalıb 1, 2, 3. 1, 2-dən, 2, 3-dən kiçikdir. Sətirdə nə yoxdur? 4 yoxdur. Sətirdə nə yoxdur? 3 və 4. Bura 4 yaza bilərəm? Sütunda var. Deməli, bura 3, bura 4 yazasam. Sətirdə nə yoxdur? 2. Bura 3 yaza bilərəm? Onda bura 2, bura 3. Sətirdə nə yoxdur? 1 və 2. 2 bura 2 yazmaq olmaz. Sütunda var. Onda bura 1, burada 2 yazacam. A-nın, B-nin, C-nin və D-nin cəmini soruşur bizdən. Bu da eləyəcək 10. Yəni devam edir.